Sən geridə qalmışsan, əgər sənin qulaqçığının kabeli varsa, götür kabelsiz AirPods istifadə elə. Marketinq, sosial şəbəkələr vasitəsilə tanınmış influencer, bloger, Hollywood ulduzluları vasitəsilə bizə məsələ Adidas'ın xüsusi kolleksiyaları var ki, orada krasovkalar $500'dır. İnsan niyə görə Balenciaga'nın krasovkasını $1000 alsın? Bu marketingdən başqa bir deyil. Çünki krasovkanın funksiyası ya idman etməkdir, ya qaçmaqdır, ya da casual gündəlik həyatda rahat ayaqqabı ilə gəzməkdir. Materiala sadəcə çox bağlanmaqdır gəldi. Yox, materialın mayası, hətta Dior'un ən bahalı çantalarının maya dəyəri bu yaxınlarda qalmağa oldu. Çıxdı ki, 50 avrodan artıq deyil. Amma 2500 avroya məsələ çanta satırlar. Yox, indi sadəcə həmin insan o əşyanı taxanda deyək ki, onun üzərindəki deyək ki, Gucci yazısı və yaxud da Givenchy yazısı o adamı özgüvənini hiss elətdirir. Çünki belə deyək, daxili aləmində belə bir boşluq var. Yəni insani keyfiyyətləri ilə həmin belə deyək də özgüvəni kompensasiya eləyə bilmir. Ona görə də müəyyən əşyaların üstünə üstəlik yüngül pullar burada daha çox xərclənir. Görsəz ki, marketinq qurbanlarına daha çox xanımlar ducar olur. Çünki xanım daha emosional məxluqdur.